biz israrla deyirik ki, siz cədvəli verməlisiniz. Bunun başqa yolu yoxdur. Cədvəl təqdim olunmalıdır və Mnatsakanyan burada bir arqumentdən istifadə edir. Deyir ki, nəzəri olsa, bu nəzəri hələ müzakirələr aparır. Deyək ki, biz bu cədvəli təqdim edirik sizə. Siz də öz tərəfinizdən təqdim edə bilərsinizmi ki, siz keçmiş Gülüstan yaşayış məntəqəsi, keçmiş Şaumyan rayonunu, Sovet dövründə olan Şaumyan rayonunun ərazilərini nəzərdə tutur. Çünki Sovet zamanında Dağlıq Qarabağ Muxtar Vilayətinin bölgəsində, deməli, həmin ərazilər Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olub. Birinci Qarabağ müharibəsi zamanı, yəni həmin ərazilər Azərbaycan Silahlı Qüvvələri nəzarətində qalıb və sonradan bütün bu müddət ərzində də bu artıq Gülüstan yaşayış məntəqəsi kimi olub. Mən öncədə başa düşmədim bu nəyə demək istəyir. Yəni, təsəvvür 30 oktyabr tarixində bu deyir ki, biz deməli, rayonların, Qarabağ ətrafı olan rayonların cədvəlini versək, siz onu bizə geri qaytara bilərsiniz, bunlara qaytara bilərsiniz. O zaman mən özümə fikirləşdim ki, yox, bunlar təbii ki, çox qeyri-adekvat bir görüşləri və anlamı var və mən o məşhur lətifəni yada salıram. Ermənilərə futbolda qalib gəlmək olar, amma sübut eləmək mümkün deyil. Bu qədər belə qeyri-adekvat bir reaksiya var. Düzdür, o nə ilə nəticələndi, biz onu gördük. Ancaq yəni, belə məqamlar adamın yadında qalır. Biz israrla deyirik ki, siz cədvəli verməlisiniz. Bunun başqa yolu yoxdur. Cədvəl təqdim olunmalıdır və Mnatsakanyan burada bir arqumentdən istifadə edir. Deyir ki, nəzəri olsa, bu nəzəri hələ müzakirələr aparır. Deyək ki, biz bu cədvəli təqdim edirik sizə. Siz də öz tərəfinizdən təqdim edə bilərsinizmi ki, siz keçmiş Gülüstan yaşayış məntəqəsi, keçmiş Şaumyan rayonunu, Sovet dövründə olan Şaumyan rayonunun ərazilərini nəzərdə tutur. Çünki Sovet zamanında Dağlıq Qarabağ Muxtar Vilayətinin bölgəsində, deməli, həmin ərazilər Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olub. Birinci Qarabağ müharibəsi zamanı, yəni həmin ərazilər Azərbaycan Silahlı Qüvvələri nəzarətində qalıb və sonradan bütün bu müddət ərzində də bu artıq Gülüstan yaşayış məntəqəsi kimi olub. Mən öncədə başa düşmədim bu nəyə demək istəyir. Yəni, təsəvvür 30 oktyabr tarixində bu deyir ki, biz deməli, rayonların, Qarabağ ətrafı olan rayonların cədvəlini versək, siz onu bizə geri qaytara bilərsiniz, bunlara qaytara bilərsiniz. O zaman mən özümə fikirləşdim ki, yox, bunlar təbii ki, çox qeyri-adekvat bir görüşləri və anlamı var və mən o məşhur lətifəni yada salıram. Ermənilərə futbolda qalib gəlmək olar, amma sübut eləmək mümkün deyil. Bu qədər belə qeyri-adekvat bir reaksiya var. Düzdür, o nə ilə nəticələndi, biz onu gördük. Ancaq yəni, belə məqamlar adamın yadında qalır.